şəxsə kömək edək. Adınızı, soyadınızı deyin, zəhmət olmasa. Hümbət Öbəyci. Nə idi probleminiz? Məndə sağ bu çana qoynağı əməliyyat olmuşdan sonra implant yerindən çıxdı. İmplant yerindən çıxıb. Neçə müddətdən sonra implant yerindən çıxdı? Bir il çəkdi, bir ildən biraz çox. Amma onu deyim ki, xoş gedən falan, məndə əlimdə faktlar da var. Mənə qoyulan implant öz gövdəmə uyğun deyil. Kim eləmiş Çox balaca. əməliyyatınızı? Amir Bədalov. İmplant Yəni- balacadır. Yəni deyirsiniz ki, pis eləmiş əməliyyatı. Yox, o əməliyyatı düzgün eləmişdi. Aha. Bədənimə uyğun olmayan implant qoyub. O həkim əgər əməliyyatı düzgün edibsə, əziz insan, necə yəni yanlış bir... Xoş gedən xanım, üzr istəyirəm. Kamaz maşının altına jiglo təkərə qoysanız, o təkər kamazı saxlayar mı? Axı, əgər siz sürücü deyilsinizsə və yaxud da ki, usta deyilsinizsə, siz hardan bilirsiniz ki, o təkər kamazındır, yoxsa Jigulinin? Ona görə bilirəm ki, mən hər iki bıçağı qoyuram, əməliyyat olmuşam. Rentgende göstərir ki, implantın biri böyükdür, digəri lap balacadır. Amma siz indi istəyirsiniz ki, təkrar o həkim sizi əməliyyat eləsin, amma buradan da bu cür sözlər deyirsiniz. Nə deyim mən? Biz işin düzəlməsinə doğru gedirik, yoxsa işin pozulmasına doğru gedirik? Zərər iş. Neçə müddətdir ki, bu əməliyyat elətdirmək istəyirsən, amma alınmır? Elə əməliyyat olandan sonra Neçə ildir? 2 il. 2 ildir. 2 ildən sonra məndən kömək istəmsən, mən də kömək eləmək istəyirəm. İndi amma sizdən bir dənə ricam var. Siz həmən həkimin ailəsini təhqir eləmişsiniz, ata-anasını. Anasını yox. Anasını, hə? Vallahi yox, anasını yox. Kimi təhqir eləmişsiniz? Atasını. Hə, indi siz xahiş edirəm onun atasının öz sözünüzü deyin. Çox səhv eləmişəm, bilirəm. Yəni mənim atamın günahı nədir ki? Mənim atamın günahı Xoş nədir gələn ki, mənə əgər səhv eləmişəmsə? Allaha Lütfən andolsun. hər kəsdən rica edirəm, ata-anaya biraz diqqətlə yanaşın. Atalarımızı, analarımız dəyərdir bizim üçün. Düzdür, hamı üçün dəyər deyil. Dəyərli olan insan da heç ata-anasına söz dedirtməz. Başqasının qızına, qadınına söz deyən normal bir insan tərbiyə eləməyibdir ki, o sözü deyir. Amma bu məsələdə siz xahiş edirəm, yəni bu doktorun atasına qarşı Xoş gedən xanım, Allaha and olsun ağrıların təsirindən özümdə olmamışam. Əsəblərimi cilovlaya bilməmişəm. bəli, mən də Saat inanıram. 4-5 Çünki yoxsa elə siz... bir ağrılar olub ki, əsəbimdən əlim vururdum divara, əlimin bax burasının dərisi gedib qanıqıb əlimdən. Yəni O bilirəm, ərəfədə- başa düşürəm. İnsanın canı ağrıyanda gözünə heç kəs Heç görünmür. gözünür. Amma sizdən xahiş edirəm ki, yəni atalar toxunulmaz analar, Bəli, onlara əlbəttə. toxunmayın. Onlara toxunmayın. Həkiminin adı nə, kim idi? Amir Bədalov. Amil Bədəlova mən zəng elədim. Rica etdim ki, bir dostumuz zəng elib. Çünki sizi götürməyəcəkdi əməliyyata. Çünki başqa müstəvilərə qədər gedib çıxmışdı bu. Amma o mənə olan, özünün dediyini deyirəm. Dedi, xoş gedəm xanım, siz zəng eləmişsinizsə, mən bunu edəcəm. Amma bir şərtlə, mənim valideynimi təhqir eləyibdi. Atamı. Onun atasından özür istəyirəm. Deməli, bizim bir dostumuz məndən xahiş eləmişdi. Mən də bu şəxsdir, yəni xəstə insandır, yəni nəzərə alın, nəzərə alın. Bu həyatda yalnız və yalnız yaxşılıq qalacaqdır. Bu həyatda yalnız və yalnız dostluq qalacaqdır. Vallah, heç nə əbədi deyil, dostlar. Bu həyatda heç nə əbədi deyil. Bu insan özü də dedi ki, o qədər ağrılardan əziyyət çəkirdim. Və bir də əgər qarşındakı insan bir ali məktəb, bir universitet qapısından girməyibsə, yəni ona insan kimi yanaşaq. Mən başa düşürəm, məni də çox zaman haqqıma girənlər olubdu. Amma nəysə, birazdan həkimlə əlaqə saxlayacağıq.